Herkese salam. Bugün sizə Belarus istehsalı palı parketləri haqqında məlumat verəcəm. Belarus istehsalı palı parketləri hazır laklı olaraq gəlir. Yəni burada laklanmayıb. İlk öncə başlayaq. Select növüdür. Hal-hazırda gördüyünüz əla növdür. Yəni tam düyünsüzdür. Parlaq laklıdır. Eni 9 sm, uzunluqları razbeşka üçün olduğu üçün 30 sm-dan 1 metr 20 sm-yə qədərdir. Qalınlığı 15 mm-dir. Santiyarım qalınlığı var. Massiv palının özüdür. İkinci olaraq eyni Select növünün yarımat laklısı. Həmin ölçüdədir, eyni qalınlıqdadır, razbeşka üçündür. Təmiz massiv palının özüdür. Sadəcə lakı yarımat laklıdır. Sonra bunun var standart növü. Eyni ölçüdədir. Sadəcə standart növünün Select növündən fərqi odur ki, standart növündə xırda düyünlər çıxır. Amma əksəriyyəti təmiz çıxır. Parlaq laklıdır. Razbeşka üçündə qalınlığı 15 mm-dir, uzunluqları 30 sm-dan 1 metr 20 sm-yə qədər. Standart növünün də yarımat laklı olanı var, həmin ölçüdədir. Sadəcə lakı yarımat formadadır, eyni qalınlıqdadır. Və Select növünün yolka forması da var. Əla növdür, lakı yarımatdır, bunun parlağı olmur. Eni 9 sm, uzunluğu 50 sm olan da var, 60 sm olan da var. Tam düyünsüzdür. İndi injiner daskalara keçək. Arx rəngi ən çox satılan rənglərdən biridir. İnjiner daskadır. Eni 12 sm, uzunluğu 60 sm, qalınlığı 15 mm-dir. Alt qatı 11 mm, üst qatı 4 mm palının təbii şiponudur. Üzərini 3 və ya 4 dəfə gələcəkdə yonulub yenidən laklamaq mümkündür və isti pola tam yararlıdır. Eyni ölçüdə vanil rəngi də var, 12-60-a isti pola tam yararlı ağ rəngdə. Və natural rəngi də var, natural palının öz təbii rəngidir. 12-60-adır, ağacın öz təbii rəngidir, üstü 4 mm şiponla isti pola tam yararlı. Bu göstərdiklərimizin hər biri ambarda var. Satış üçün səhifədəki nömrə ilə əlaqə saxlaya bilərsiniz.